Demək olar ki, bir çox insanın düşündüyü, mənim belə düşünüb cavab tapa bilmədiyim o sual. Azərbaycanda YouTube niyə inkişaf etmir? Həmçinin də bu gün Azərbaycanda YouTube niyə inkişaf etmir sualına cavab tapacağıq və bunun bir neçə səbəblərini sizlərlə bölüşəcəm. Bunlardan birinin səbəbi YouTuberlərin çox gec-gec video atmaqlarıdır. Yəni YouTube alqoritmikası üzrə həftədə demək olar ki, 3-4 ədəd video atmağınız tövsiyə edilir. Bunlardan digər səbəb kontent səbəbidir. Yəni bir çox YouTuber eyni kontenti çəkdiyinə görə, kontentlər demək olar ki, heç də inkişaf etmirlər. Yəni demək olar ki, Azərbaycan deyil, demək olar bütün dünyanın YouTuberlərinə baxdıqda, onların kanalında müxtəlif kontentlərin olmadığını görəcəksiniz. Yəni biri kontent fikirləşir, digər kanallar isə ertəsi gün o videonu yenidən çəkirlər və kontent daha inkişaf etmir. Digər bir səbəb dil məsələsidir. Yəni əgər sən videolarını Azərbaycanda çəkirsənsə, deməli Azərbaycanda məşhur olacaqsan. Lakin xarici məşhur dillər olan ingilis və rus dillərindən istifadə etsən, əsasda ingilis dilindən istifadə etsən, demək olar bütün dünyada tanınacaqsan. Videolarınızın insanlar tərəfindən baxılması üçün bu 3 amil önəmlidir. Bunlardan biri kapaq şəklidir. Videolarınızı videonun içində olan bir şeydən kapaq şəkli düzəldə bilərsiniz və bu da insanların diqqətini çəkə bilər. Digər ikinci səbəb isə başlıqdır. Yəni video başlığı. Video başlığı kapaq şəkli kimi eynidir. Amma lakin orada yazı yazılır. Üçüncü amil isə keyfiyyətdir. Yəni məzmun keyfiyyəti baxımından videolarınız daha keyfiyyətli olsa, insanları maraq cəlb edər və onlar baxa bilərlər. Həmçinin videolarınızın çox izləməni istəyirsinizsə, kəşf et saatı ilə yanaşı auditoriyanızın, yəni YouTube Studioda sizin izləyicilərinizin YouTube'a nə zaman daxil olub olmadıqlarını görə bilərsiniz.